Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün mən modul işarəsi daxilində dəyişəni olan tənliklər və irrasional tənliklər haqqında danışacağım sizə. Deməli, modul işarəsi daxilində olan tənliklərdən birinci sualdır. Məsələn, bu tip bizə tənlik verir. Biz bilirik ki, modul daima müsbəti xarakterizdir. Yəni, modulun içərisində müsbət çıxır. Amma modulun içərisində təbii ki də mənfi ola bilər. Mən indi nə edirəm? Modulu tənliyini həll etmək üçün iki üsuldur. Birinci modulu çıxardıram, x bərabərdir 5 kimi, yəni olduğu kimi. Bir dəfə də əks işarəsi, yəni x bərabərdir mənfi 5 götürürəm. Niyə? Çünki x-in yerinə 5 də qoysam 5 çıxır, mənfi 5 də qoysam 5. Köklərinin cəmini, yəni kökləri cəmi, kökləri x-dir. 5 ilə mənfi 5-in cəmi də 0 edir, C variantı. Sonra keçirik ikinci suala. Əgər kök 6 işarəsi varsa, bu irrasional tənlikdir. İrrasional tənliyi həll etmək üçün nə isə kvadrata yüksəltməliyik. Mən birinci hər tərəfi 5-ə böldüm. Kök altında y bərabər oldu 3-ə. Mən bu zaman hər tərəfi kvadrata yüksəltsəm, nə alınır? Bu köklə bu getdi, y bərabər oldu 9-a. Məndən də tənliyi həll edin, yəni dəyişəni tapın, yəni cavab oldu 9. Keçirim üçüncü suala. Üçüncü sualda baxıram ki, məndən yenə tənlik verilib. Və bu tənlikdə mən deyirəm ki, 2-yi keçirdirəm digər tərəfə. Yəni kök altında 3x bərabər olur 6-ya. Belə də deyə bilərik ki, 2-nin üzərinə neçə gəlsəm 8 edir, 6 gəlsəm. Deməli, kök altında 3x 6-dır. Və hər tərəfi yenə kvadrata yüksəltsəm, nəyə bərabər olur? 3x, bax bu kvadratla bu kök gedir. 3x bərabər olur 36-ya. X da bərabərdir. 36-yı 3-ə bölürəm 12. Cavab oldu D variantı. Dördüncü sualda eyni bu qayda ilə həll olunur. Keçirik indi digər etaplı suallara. Məsələn, bizə belə bir sual verilib. Bu sualı necə həll edirik? Dediyimiz qayda ilə gedirik. Yəni, bir dəfə biz bilirik, ya bunun içi 2-dir, yəni eləcə 2-yə bərabərdir. 2-dən 2 çıxıb. Ya da bunun içi mənfi 2 imiş ki, mənfi 2-də müsbət 2 çıxıb. Ona görə də mən 2 dəfə həll edirəm. Birinci olduğu kimi, yəni 4 çıxaq x bərabərdir 2. Olduğu kimi. Buradan x-i tapmaq 4-dən neçə çıxsam 2 eləyir. X deməli 2 imiş də. Başa düşdük? Daha sonra ikinci 4 çıxaq x bərabərdir mənfi 2. Mən buradan x-i tapmaq üçün mənfi 2-ni bura, x-i bura. X bərabər olacaq 6-ya. Yəni 4-dən 6 çıxsa mənfi 2. Deməli, mənim köklərim 2 və 6. Deyil, kökləri cəmi. 2 ilə də 6-nı toplayıram. Cavab oldu 8. C variantı. Keçirik növbəti etaplı suallara. Burada 21-ə baxırıq. Həqiqi köklərinin sayını, yəni x-in bizdən saylarını istəyir. Mən birinci nə edirəm? Bu tənliyi həll etmək üçün mən demişdim axı kvadrata yüksəltmək. Kvadrata yüksəltmək də necə olur? Birincinin kvadratı, ikincinin kvadratı. Sağ tərəf və sol tərəf. Oldu x kvadratı üstə gəlinsin 2x, üstə gələk 4. Bərabərdir 4 vurulsun x plus 5-ə. 2-nin kvadratı 4, bir də kökün kvadratı ilə kökdən gedir. Bunu da vursaq 4x plus 20 olur. Mən x-ları həmsini sol tərəfə keçirirəm. X kvadratı 4x-i keçirsəm çıxaq 2x olur. 20-yi də keçirsəm çıxaq 16 bərabərdir 0. Yəni məndən x1 ilə x2-nin sayını soruşur. Həqiqi diskriminantla gedərəm. B kvadratı çıxaq 4ac. B kvadratı 4, üstə gələk 64 elə. Çünki 16-da axı. 16-yı da biz vurarıq 4-ə 64 edir. Bu da etdi 68. Görürəm bundan kök çıxmır da. Bundan kök çıxmırsa 68-də. Bunun həqiqi kökü olmayacaq axı. Yəni deyirsən yoxdur. Gərək diskriminantdan kök çıxa. Həqiqi kökü olması üçün. Sonra keçirəm nəyə? 22-ci suala. 22-ci sualda baxırsan ki, yenə mən 3-dən neçə çıxsam 5 eləyər. 3-dən mənfi 8 çıxsam. Yəni mən buradan elə bil ki, bunu bu tərəfə, 5-i bu tərəfə. 3 çıxaq 5. Mənfi 2 çıxsam daha doğrusu. Bu da eləyir x plus 6. Mənfi 2 bərabərdir kök altında x plus 6. Hər tərəfi kvadrata yüksəldirəm. İrrasional olduğuna görə. 4 bərabərdir x plus 6. X da bərabər olur mənfi. Başa düşürük.
ki, bura mənfi yadda. Biz də deməliyik ki, əslində bu tənliyi biz həll etməməliyik. Niyə? Çünki bizim baxırıq ki, 3-dən neçə çıxsan 5 alınır? -2. Elə? Bu da kökdür. Kökdən mənfi çıxa bilməz. Axı elə bir qayda yoxdur. Ona görə cavab olur boş çoxluq. Yəni həlli yoxdur. Çünki kök altı mənfi ola bilmir. Sonra nə edirik? 24-ə baxırsan. 24 tipli suallarda modulu biz dedik bir dəfə olduğu kimi. Birinci modulu açıram. X çıxaq 2 plus 5 bərabərdir 9. Olduğu kimi açıram. X minus 2 bərabərdir 4. İndi yenə bunu bir dəfə olduğu kimi, bir dəfə mənfi kimi. Bərabər 4. X-i tapdım 6. Bir dəfə də mənfi 4 kimi açsam, X-i tapıram neçə? Mənfi 4 olsaydı, olur mənfi 2. Biri mənfi 2, biri 6. İndi bir dəfə də 9 kimi yox, mənfi 9 kimi yuxarıdan yazıram. Modulda x çıxaq 2, üstə gələk 5 bərabərdir mənfi 9. X çıxaq 2 bərabərdir mənfi 14. Bir dəfə mənfi 14. Biz də bilirik ki, modulda mənfi çıxmaz. Mənfi 14 necə olsun? Ola bilməz. Bu boş çoxluqdur. Ona görə cavab olur mənfi 2 və 6 D variantı.